Sizə öyrətdikləri hər şey, milli qürur saydığınız o ən əziz adət əslində sizin səssiz qatilinizdir. Bəli, düz eşitdiniz. Sizin can dediyiniz, evinizin bərəkəti, qonaqpərvərliyinizin simvolu saydığınız o şey sizi yavaş-yavaş amma amansızcasına məhv edir. Bu kanala yalnız öz sağlamlığına biganə olmayanlar, həqiqəti eşitməkdən qorxmayanlar abunə olsun və videonu bəyənsin. Çünki bugün biz sistemin sizdən gizlətdiyi amma həyatınızı xilas edəcək bir mövzudur bu hösusiyyətdə. Əgər kör-körənə deyilənlərə inanmağa davam etmək istəyirsinizsə, bu video sizlik deyil, indi bağlaya bilərsiniz. Qalanlarla isə biz davam edirik. Amma əvvəlcə sizin sahir həkiminizin poliklinikada sizə heç vaxt demədiyi o həqiqət. Niyə deməyib? Qəsdənmi? Xeyr, sadəcə sistem elə qurulub ki, həkimin sizə ayırmağa cəmi 10-15 dəqiqə vaxtı var. O sizin təzyiqinizi ölçməli, şikayətlərinizi yazmalı, resept təyin etməlidir. Onun sizinlə profilaktika, yəni xəstəliyin kökünü kəsəcək fundamental məsələlər haqqında 20 dəqiqə söhbət etməyə nə fiziki imkanı var, nə də sistemin ona verdiyi göstəriş. Sistem xəstəliyi müalicə etməyə yönəlib. Onun yaranmasının qarşısını almağa deyil. Çünki sağlam insan sistemə sərf etmir. Söhbət nədən gedir? Sizin hər səhər, günorta, axşam içdiyiniz o pürrəngi, qaynar çaydan, o armudu stəkanda buğlanan çay dəmlə gəl otur deyə dostu tanışı başına yığan o isti məhəbbətdən. Bilirsinizmi ki, Ümumdünya Səhiyyə Təşkilatı hələ illər öncə rəsmən bəyan edib. 65 dərəcədən daha isti olan istənilən içki, fərqi yoxdur, çaydır, qəhvədir ya sudur, 2A qrupu kanserogen, yəni insan üçün yüksək ehtimalla xərçəng yaradan amil hesab olunur. Bəli, bu zarafat deyil. Sizin sevimli qaynar çayınız bu təsnifatda emal olunmuş ət, gecə növbəsində işləmək və hətta bərəlik işəsi ilə eyni təhlükə səviyyəsindədir. Gəlin sizə bir həkim kimi amma hamının anladığı sadə dildə başa salım. Siz hər dəfə 60-70 dərəcədən isti çayı udanda, qida borunuzun daxili səthini örtən o zərif selikli qişanı yandırırsınız. Bu sanki hər gün əlinizə qaynar su tökməyə bənzəyir. Bir dəfə olanda bədən onu sağaldır. 2 dəfə olanda da sağaldır. Bəs siz bunu 30 il, 40 il, 50 il orunca hər gün, gündə 5-10 dəfə təkrarlayanda nə baş verir? Qida borunuzun hüceyrələri daimi yanıq vəziyyətində qalır. Onlar fasiləsiz olaraq zədələnir, məhv olur və bərpa olunmaq üçün sürətlə bölünməyə çalışır. Bu, xroniki iltihab və daimi hüceyrə bölünməsi prosesində bir gün təsadüfən hansısa hüceyrə səhv edir. O, normal bölünmə proqramından çıxır və atipik, yəni xərçəng hüceyrəsinə çevrilir. Bu, Rus ruletkası oynamaq kimidir. Hər isti qurtumla tətiyi bir daha çəkirsiniz və bir gün o güllə hədəfə dəyə bilər. Sizin çay dəmlə gəl otur sözünüz əslində özünüzə və əzizlərinizə verdiyiniz ölüm hökmünün başlanğıcı ola bilər. İndi isə dürüst olun və bir anlıq düşünün. Rəylərdə yazın. Sahə həkiminiz sizə bunun nə vaxtsa bu cür ətraflı, səbəblərini göstərərək izah edibmi? Yoxsa sadəcə üstündən keçərək çox isti içməyin deyib, amma bunun nə qədər ölümcül bir vərdiş olduğunu vurğulamayıb? Çox güman ki, vurğulamayıb. Çünki sistem buna imkan vermir. Bu reallıqdır. Reallıq odur ki, qida borusu xərçəngi ən aqressiv və ən gec aşkarlanan xərçəng növlərindən biridir. Çünki ilkin mərhələlərdə heç bir əlamət vermir. Əlamətlər udqunma çətinliyi, arıqlama, sinədə ağrı başlayanda çox vaxt artıq gec, yəni 3-cü, 4-cü mərhələ olur. Bu mərhələdə müalicə həm çox bahalı, həm də çox vaxt effeksizdir. Amma bunun qarşısını almaq sizin əlinizdədir və bu sizə bir qəpiyə də başa gəlməyəcək. Əksinə, gələcəkdə 10 minlərdən manatlıq kimyaterapiya, şua terapiyası və ağır əməliyyat xərclərinə qənaət edəcəksiniz. Bu, sizin nəvələrinizə miras qoya biləcəyiniz, özünüzə rahat qocalıq təmin edə biləcəyiniz puldur. İndi özünüzdən soruşun. Neçə ildir ki, bu adəti heç fərqində olmadan davam etdirirsiniz? 20 il, 40 il, bəlkə də 60 il. Şərhlərdə yazın, görək bir millət olaraq bu təhlükəli vərdişin nə qədər dərinindəyik. Bu statistika çox önəmlidir. Bəli, bilirəm, bu sözlər sizə bir şok kimi gəlir. Axı, necə ola bilər ki, bizim mədəniyyətimizin, qonaqpərvərliyimizin simvolu olan o ətirli, pürrəngi çay bizim qatilimiz olsun?
Bizə həmişə deyiblər ki, çay faydalıdır, antioksidantlarla zəngindir. Bəli, bu doğrudur. Amma onlar sizə ən vacib həqiqətin yarısını deməyiblər. Zəhər və dərman arasındakı fərq dozadadır. Çay üçün isə bu fərq həm də dərəcədədir. 60 dərəcədən yuxarı temperaturda olan istənilən maye, istər çay olsun, istər qəhvə, istərsə də isti şorba, sizin qida borunuzun zərif selikli qışası üçün birbaşa yanıq deməkdir. Təsəvvür edin ki, dərinizin üstünə qaynar su tökürsünüz. Dəri qızarır, ağrıyır, suluq bağlayır. İndi düşünün ki, siz bu prosesi daxili orqanınıza, qida borunuza tətbiq edirsiniz. Həm də bir dəfə yox, hər gün, bəzən gündə 5-10 dəfə. Qida borusunun hüceyrələri bu daimi termal hücuma məruz qalanda nə baş verir? Onlar yanıb məhv olur. Bədən isə çox ağıllı bir mexanizmdir. O, dərhal həmin hüceyrələri yeniləri ilə əvəz etməyə çalışır. Bu prosesə regenerasiya deyilir. Amma siz hər gün o qaynar çayı içməyə davam etdikcə bədənə istirahət vermirsiniz. Hüceyrələr dayanmadan yanır və bərpa olunmağa çalışır. Bu sonsuz dövranda bir gün bərpa prosesi səhv verir. Hüceyrələr tələsik və keyfiyyətsiz təmir olunur. Onların DNT-si, yəni genetik kodu zədələnir. Bu, artıq normal hüceyrə deyil. Mutasiyaya uğramış, dəyişmiş bir hüceyrədir. Bu prosesə tibb dilində metaplaziya, daha sonra isə displaziya deyilir. Və bu, xərçəngə gedən yolun birbaşa özüdür. Əvvəlcə bir hüceyrə, sonra bir neçə, sonra isə bütöv bir şiş formalaşır. Siz isə hələ də heç nədən xəbərsiz çay dəmlə, içək deyərək öz ölüm hökmünüzü imzalayırsınız. Bəs niyə sizin sahə həkiminiz hər dəfə təzyiqinizi ölçəndə və ya şəkərinizi yoxlayanda sizdən çayı neçə dərəcədə içdiyinizi soruşmur? Niyə poliklinikaların divarlarında asılan yüzlərlə plakatın arasında bu ölümcül vərdiş haqqında bircə dənə də olsun xəbərdarlıq yoxdur? Bu sualın cavabını düşünmüsünüzmü? Bəlkə də ona görə ki, profilaktika, yəni xəstəliyin qarşısını almaq sistem üçün sərfəli deyil? Bəlkə də 10 milyonlarla insanın xroniki xəstəliklərini ömür boyu dərmanlarla nəzarətdə saxlamaq, bahalı əməliyyatlar və kimyoterapiyalar aparmaq, xərçəngin qarşısını alacaq bir istəcan ilıq çay vərdişindən daha çox gəlir gətirir? Mən burada kimisə ittiham etmirəm. Sadəcə sizi düşünməyə vadar edən suallar verirəm. Sizin sağlamlığınız sizin məsuliyyətinizdir və bu cür gizli təhlükələri bilmək sizin fundamental haqqınızdır. Bu mürəkkəb prosesləri anlamaq və öz bədəninizə qarşı daha məsuliyyətli olmaq üçün sizə bələdçi lazımdır. Elə bu səbəbdən videonun təsvirindəki linka keçid edərək pulsuz konsultasiyaya yazılın. Orada biz sizin fərdi vəziyyətinizi analiz edib, bu təhlükəli vərdişdən necə yaxa qurtarmağın konkret yollarını müzakirə edə bilərik. İndi isə rəylərdə yazın. Siz neçə ildir ki, çay odlu alovlu içirsiniz və bu təhlükədən xəbərsiz olmusunuz? Bu məlumatlar hələ əl çatan ikən kanala abunə olun. Çünki bu kanal kör-körana inanmaq yerinə sorğulamağı və öz sağlamlığının məsuliyyətini əlinə almağı seçən insanların birliyidir. Unutmayın, təkcə çay deyil. Qaynar halda içilən hər şey, dovğa, mərcimək şorbası, piti, kofe, eyni dərəcədə təhlükəlidir. Zərər verən çayın özü deyil, onun temperaturudur. Bu, illər boyu yığılan, toplanan bir zərərdir. İlk başlarda heç bir simptom olmur. Nə ağrı, nə narahatlıq. Qida borusunun sinir ucları dərinin sinir ucları qədər həssas deyil. Ona görə də siz o yanığı hiss etmirsiniz. Problem başlayanda isə adətən çox gec olur. Udqunma çətinliyi, sinədə yanığı hissi, səbəbsiz çəki itkisi kimi əlamətlər ortaya çıxanda, xəstəlik artıq çox vaxt son mərhələlərə çatmış olur. Bu səssiz qatil illərlə bədəninizdə gizlənir və siz onu hər gün öz əllərinizlə bəsləyirsiniz. Çayla içdiyiniz o mürəbbə, o şəkər tozu isə bu prosesi daha da sürətləndirir. Çünki xərçəng hüceyrələri şəkərlə qidalanır. Siz həm qida borunuzu yandırır, həm də yaranmaqda olan bədxassəli hüceyrələrə enerji verirsiniz. Bu, özünüzə qarşı törətdiyiniz bir təxribatdır. Hörmətli böyüklərim, əzizlərim, sizə bugün elə bir həqiqət deyəcəyəm ki, bütün həyatınız boyu doğru bildiyiniz hər şeyi şübhə altına alacaqsınız. Sizin çay dəmlə, gəl otur deyərək bir-birinizə uzatdığınız o stəkan, əslində sağlamlığınıza qarşı ən böyük təhlükə ola bilər. O isti, məhəbbət dolu görünən armudu stəkan sizin ölüm hökmünüzə çevrilə bilər. Bu videonu yalnız öz sağlamlığının həqiqətən qeydinə qalanlar bəyənsin
və kanala abunə olsun ki, sistemin sizdən gizlətdiyi həqiqətləri qaçırmayasınız. Çünki burada deyilənlər sizin həyatınızı xilas edə bilər. Amma əvvəlcə həkiminizin sizə poliklinikada heç vaxt demədiyi bir məqam. Hər gün içdiyiniz o pürrəngi qaynar çay sizin qida borunuzu yavaş-yavaş hiss etdirmədən necə yandırdığını bilirsinizmi? Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi 65 dərəcədən isti olan istənilən mayeni ehtimal olunan kanserogen, yəni xərçəng yarada bilən maddə kimi təsnif edir. Sizinsə stəkana süzdüyünüz çayın temperaturu çox vaxt 80-90 dərəcə olur. Siz hər qurtumda özünüzü zəhərləyirsiniz. Bəs niyə həkimlər bunu sizə demir? Çünki sistem belə qurulub. Həkimin 15 dəqiqəlik qəbulunda sizin təzyiqinizi tənzimləməyə, şəkərinizi yoxlamağa, onlarla dərman arasından seçim etməyə ancaq vaxtı çatır. O, sizə çayı ilıq için desə, buna nə qədər əhəmiyyət verəcəksiniz? Bürokratik maşın xroniki xəstəliklərin simptomlarını idarə etməyə yönəlib, onların kök səbəblərini, gündəlik vərdişlərinizi araşdırmağa yox. Onlar üçün siz bir statistik vahidsiniz, növbəti xəstənisiz. Amma mənim üçün siz sağlam və uzun ömür yaşamağa haqqı olan dəyərli insanlarsınız. Hər dəfə o qaynar qurtumu udanda qida borunuzun zərif selikli qışası yanıq xəsarəti alır. Bədəniniz bu yanıqları sağaltmağa çalışır, lakin siz ertəzi gün, hətta bir neçə saat sonra yenidən eyni şeyi edirsiniz. Bu, daimi zədə və sağalma prosesi hüceyrələrin DNT-sini dəyişdirir, onları mutasiyaya uğradır və nəticədə xərçəng hüceyrələrinə çevirir. Bu bir gecədə baş vermir, 10 illiklər boyu davam edən bir prosesdir. İndi şərhlərdə yazın. İndiyə qədər hansısa həkim sizə çayın dərəcəsi haqqında belə bir xəbərdarlıq edibmi? Bu, sadəcə bir vərdiş deyil. Bu, proqramlaşdırılmış özünü məhvdir. Sizə deyirlər ki, stressdən əsəbləriniz pozulub, yaşla əlaqədardır. Bəli, yaş öz sözünü deyir. Amma siz bu prosesi niyə sürətləndirirsiniz? Qida borusu xərçəngi ən aqressiv və proqnozu pis olan xərçəng növlərindən biridir. Onu erkən mərhələdə aşkar etmək demək olar ki, mümkün deyil, çünki əlamətlər, udqunma çətinliyi, sinədə ağrı, yalnız şiş böyüyüb qida borusunu demək olar ki, tamamilə bağladıqda ortaya çıxır. O zaman isə artıq çox gec olur. Və burada təlimatların sustuğu başqa bir məqam ortaya çıxır. Sistem sizə bu xəstəliyin müalicəsini təklif edəcək. Amma hansı qiymətə? Ağır kimyaterapiya, şua terapiyası, qida borusunun bir hissəsinin və ya tamamilə kəsilib mədə borusu ilə əvəz edilməsi. Bunun nə demək olduğunu təsəvvür edirsiniz? Bu, normal qidalana bilməmək, daimi ağrılar, həyat keyfiyyətinin sıfıra enməsi deməkdir. Bütün bunlar bir stəkan qaynar çaya dəyərmi? Mənə elə gəlir ki, yox. Bizim yaratdığımız bu icma, kör-köranə sistemə güvənməyən, öz sağlamlığı üçün məsuliyyəti öz üzərinə götürən insanların birliyidir. Hələ də abunə olmamısınızsa, indi tam zamanıdır. Çünki bu cür məlumatlar hər zaman əl çatan olmaya bilər. Problemin kökü təkcə çayın temperaturunda deyil. Bu, sizin bədəninizə olan ümumi münasibətinizdir. İllərdir yığılan toksinlər, yanlış qidalanma, hərəkətsizlik. Qaynar çay sadəcə son damladır. Amma bu zənciri qırmaq mümkündür. Sizə təklif etdiyim metod sadədir. Bədənin özünü bərpa mexanizmlərini işə salmaq. Bunun üçün möcüzəvi dərmanlara ehtiyac yoxdur. Sadəcə bir neçə fundamental qaydanı dəyişmək kifayətdir. Birinci və ən vacib qayda, bugündən etibarən çayı və ya hər hansı bir isti içkini stəkana süzdükdən sonra minimum 5-7 dəqiqə gözləyin. Əlinizi stəkana yapışdırın. Əgər rahat saxlaya bilmirsinizsə, deməli o içki sizin daxili orqanlarınız üçün zəhərdir. Bu qədər sadə. İndi isə deyin, neçə ildir ki, siz bu sadə həqiqəti bilmədən özünüzə zərər vurursunuz? Şərhlərdə yazın. Cavablarınızı görmək mənim üçün çox maraqlıdır. İkinci addım daha mürəkkəbdir, amma həyata əhəmiyyət daşıyır. Qidalanma. Sizin süfrənizdəki o bol yağlı, qızardılmış, xəmir xörəkləri, turşular, şirniyyatlar, bunlar bədəninizdə xroniki iltihab yaradan yanacaqlardır. Xərçəng hüceyrələri məhz bu iltihablı mühitdə böyüyür, şəkərlə qidalanır. Poliklinikada sizə yalnız pəhriz siyahısı verəcəklər. Yağlı, duzlu, şirin yeməyin. Amma niyə? Hansı məhsulun hansı orqana necə təsir etdiyini izah edən var? Yoxdur. Çünki bu vaxt və fərdi yanaşma tələb edir. Onlar üçünsə siz konveyerdəki növbəti pasiyentsiz. Mənim yanaşmam isə fərqlidir. Mən sizə qadağalar siyahısı vermirəm. Mən sizə bədəninizi yenidən proqramlaşdırmaq öyrədirəm. Məsələn, hər səhər yeməkdən əvvəl bir stəkan otaq temperaturunda
İçinə bir neçə damcı təbii alma sirkəsi və ya limon suyu əlavə edilmiş su için. Bu sadə vərdiş mədə-bağırsaq sisteminizi oyadacaq, mədə turşuluğunu normallaşdıracaq və qarşıdakı gün üçün həzmə hazırlayacaq. Bu kimyəvi dərmanlardan daha güclü təsirə malikdir. Çünki bədənin öz təbii funksiyasını bərpa edir. Videonun təsvirindəki linkə klikləyin və pulsuz konsultasiya üçün qeydiyyatdan keçin. Orada biz sizin fərdi vəziyyətinizə uyğun olaraq bu kimi onlarla sadə, amma effektiv üsulu müzakirə edəcəyik. Bu ayrı bir blok deyil, söhbətimizin məntiqi davamıdır. Çünki ümumi məsləhətlər bir yerə qədərdir. Əsli nəticə isə fərdi yanaşma ilə əldə olunur. 3 ay ərzində bu sadə qaydalara əməl etsəniz, nə baş verəcəyini bilirsinizmi? Birincisi, qida borusundakı daimi yanma və qıcıqlanma hissi keçəcək. Bədəniniz nəhayət ki, özünü sağaltmağa başlayacaq və xərçəng riski həndəsi silsilə ilə azalacaq. İkincisi, həzminiz yaxşılaşacaq. Çöp, qəbizlik kimi problemlər unudulacaq. Üçüncüsü, qan təzyiqiniz və şəkəriniz daha stabil olacaq. Dərman dozalarınızı azaltmaq mümkün olacaq. Bu fantastika deyil. Bu bədənin özünü tənzimləmə qabiliyyətidir. 6 ay sonra isə siz özünüzü 10 yaş daha gənc hiss edəcəksiniz. Enerjiniz artacaq, yuxunuz normallaşacaq. 1 il sonra isə həkiminizin analiz nəticələrinə təəccüblə baxdığını görəcəksiniz. Çünki siz artıq simptomları deyil, problemin kökünü həll etmisiniz. Bütün bunlar üçün nə lazımdır? Sadəcə iradə və doğru bilgi. Bilgi isə gücdür. Xüsusilə də sistem sizə bu gücü vermək istəməyəndə. Siz bugünə qədər qaynar çayla nəvələrinizə sevginizi göstərdiyinizi düşünürdünüz. Amma əslində onlara xəstə bir nənə və ya baba miras qoymaq yolundaydınız. Gəlin bunu dəyişək. Bugün, bu saat. Gəlin bir anlıq hesablayaq. Qida borusu xərçənginin müalicəsi hətta dövlət hesabına olsa belə sizə və ailənizə nə qədər baha başa gəlir? Əlavə dərmanlar, xüsusi qidalanma, Bakıya və ya digər şəhərləri gediş-gəliş, analizlər, bu minlərlə, 10 minlərlə manat deməkdir. Bu sizin illərlə yığdığınız, nəvələrinizə toy etmək, təhsil haqqını ödəmək üçün saxladığınız pullardır. Siz bu pulları özünüzün yaratdığı xəstəliyin müalicəsinə xərcləmək istəyirsiniz, yoxsa sağlam, gümrah bir şəkildə o pulları nəvələrinizin xoş gününə hədiyyə etmək? Seçim sizindir. Sistem istəyir ki, siz ömrünüzün sonuna qədər xəstə olasınız və aptekləri, xəstəxanaları maliyyələşdirəsiniz. Çünki sağlam insan gəlir mənbəyi deyil. Onlar üçün siz bir müştərisiniz. Unutmayın, müasir tip xroniki xəstəlikləri sağaltmaq üçün deyil, onları idarə etmək üçün qurulub. Bu nəhəng bir biznesdir. Amma siz bu oyunun bir parçası olmaq məcburiyyətində deyilsiniz. Mən sizə möcüzə vəd etmirəm. Mən sizə bədəninizin istifadə təlimatını verirəm. Təlimat ki, onu sizdən gizlədiblər. Bugün sizə deyilən hər şey, qaynar çaydan imtina, su rejimi, qidalanma dəyişikliyi, sizi gələcəkdəki əməliyyat masalarından, bahalı dərmanlardan və acı dolu günlərdən xilas edəcək bir sığortadır. Bu sizin nəvələrinizlə daha çox vaxt keçirmək, onların böyüdüyünü görmək üçün bir şansdır. Bu, sadəcə çaydan imtina deyil, bu, həyata hə deməkdir. Bugün öyrəndiklərinizi həyatınıza tətbiq etməyə başlayın. Çaydanı dəmləyin, amma stəkanı dərhal dodağınıza aparmayın. Gözləyin, o bir neçə dəqiqə ərzində düşünün. Bu istilik mənə sevgi verir, yoxsa xəstəlik? Bu vərdiş məni nəvələrimə yaxınlaşdırır, yoxsa onlardan ayırır? Cavab aydın olacaq. Sizin sağlamlığınız sizin öz əlinizdədir. Həkimlərin və ya dərman firmalarının yox. Bu məsuliyyəti öz üzərinizə götürməkdən qorxmayın. Mən sizə yolu göstərirəm, amma bu yolla getmək sizin öz iradənizdən asılıdır. Təsvirdəki link pulsuz konsultasiyaya aparır. Yerlər məhdud ikən qeydiyyatdan keçin. Unutmayın, ən yaxşı müalicə xəstəliyin qarşısını almaqdır. Sağlam olun və özünüzü qoruyun. İndi isə ən ağrılı, amma ən vacib hissəyə gəldik. Bərpa və gələcək. Biz sizinlə bu ölümcül vərdişin qida borunuzun necə məhv etdiyini, hüceyrələri necə yanıqla xərçəngə doğru apardığını danışdıq. Amma mən sizi qorxutmaq üçün burada deyiləm. Mən sizə xilas yolunu göstərmək üçün buradayam. Və bu yol heç bir aptekdən, heç bir həkim kabinetindən başlamır. Bu yol sizin öz mətbəxinizdən, sizin öz iradənizdən başlayır.
Bədəniniz heyrətamiz bir bərpa mexanizmidir. Siz ona bu şansı verməlisiniz. O sizdən bahalı dərmanlar yox, sadəcə atəşkəs istəyir. Qaynar içki ilə hücumu dayandırdığınız andan etibarən, qida borunuzun daxili səthindəki, yəni selihli qışadakı kök hüceyrələr işə başlayır. Bu, mikroskopik təmir briqadası yanıq sahələrini bərpa etmək, zədələnmiş toxumanı yenisi ilə əvəz etmək üçün proqramlaşdırılıb. Lakin siz hər gün, hər səhər, hər axşam bu briqadanın üzərinə qaynar su tökərək onların işini məhv edirsiniz. Bu, yanğın söndürənlər olavı söndürməyə çalışarkən sizin durmadan ocağa benzin tökməyiniz kimidir. Dayanın, sadəcə dayanın. Çayınızın 5-10 dəqiqə soyumasını gözləmək, bədəninizə 10 illərlə sağlamlıq bəxş etmək deməkdir. Bərpa prosesini sürətləndirmək üçünsə, təbiətin bizə bəxş etdiyi gücdən istifadə etməliyik. Söhbət sadəcə qidadan getmir. Söhbət hüceyrə səviyyəsində təsir edən bioaktiv maddələrdən gedir. Məsələn, hər birinizin həyətində bitən nar. Onlar sizə narın sadəcə antioksidant olduğunu deyirlər. Amma demirlər ki, narın tərkibindəki punikolagin adlı maddə birbaşa olaraq xroniki iltihab yaradan siqnal yollarını bloklayır və hüceyrə DNT-sini zədələnmədən qoruyan bir qalxan rolunu oynayır. Və ya sarı kök. Hamı onun faydasını bilir, amma bilmədiyiniz sir budur. Sarı kökün aktiv maddəsi olan kurkumin bədəndə çox pis sorulur. Onun təsirini 1000% artırmaq üçün cəmi bir çimdik qara istiyot lazımdır. İstiyotun tərkibindəki piperin kurkumin üçün keçid qapısı açır. Həkiminiz sizə bunu niyə demir? Çünki onun təlimat kitabçasında sarıkök plus istiyot yazılmayıb. Orada bahalı, iltihab əleyhinə dərmanların adı yazılıb. Süfrənizdən zoğalı, qozu, göyərtini əskik etməyin. Bunlar sadəcə qida deyil. Bunlar sizin genlərinizlə danışan, qoruyucu mexanizmləri işə salan və iltihab genlərini söndürən təbii siqnallardır. Sağlam insan sistem üçün sərfəli deyil, çünki o daimi müştəri deyil. Gəlin konkret bir proqnoz verək. Təsəvvür edin ki, bugündən etibarən bütün içkiləri ilıq, yəni 60 dərəcədən aşağı temperaturda içməyə başlayırsınız. İlk 30 gün, atəşkəs dövrü, qida borunuzdakı yanıq prosesi dayanır. Hüceyrələriniz daimi təcili yardım rejimindən çıxır. İltihab yaradan kimyəvi maddələrin, sitokinlərin istehsalı kəskin şəkildə azalır. 3-6 ay sonra, yenidən qurma mərhələsi. Kök hüceyrələr aktiv şəkildə sağlam toxuma yaratmağa başlayır. Udqunma zamanı hiss etdiyiniz o yüngül narahatlıq, qıcıqlanma hissi tamamilə yox olur. Əgər həkiminiz bu məqamda endoskopiya etsəydi, selikli qişadakı qızartı və şişkinliyin necə azaldığına təəccüblənərdi. Bir il sonra, stabilləşmə dövrü, illərlə davam edən xroniki zədələnmənin hüceyrələri xərçəngə çevrilmə riski statistik olaraq onlarla faiz azalır. Siz sadəcə bir vərdişi dəyişməklə özünüzü risk qrupundan çıxarmış olursunuz. Siz öz genetik lotereyanızın nəticəsini dəyişmisiniz. Siz sadəcə bir vərdişi dəyişərək özünüzə onlarla keyfiyyətli, ağrısız həyat ilə hədiyyə etmisiniz. Bu, hər hansı bir dərmanın vəd edə bilməyəcəyi bir nəticədir. Və nəhayət pul. Sizin qan tərlə qazandığınız, övladlarınızın gələcəyi üçün saxladığınız pul. Qida borusu xərçənginin müalicəsinin orta qiyməti cərrahiyyə, kimyoterapiya və radioterapiya daxil olmaqla 10 minlərlə manatdır. Bu, Bakının mərkəzindəki bir mənzilin qiyməti deməkdir. Təsəvvür edin, bütün əmanətiniz, sizin və ailənizin gələcək təminatı bir neçə ay ərzində müalicə adı altında əlinizdən alınır. Bu, sadəcə pul itkisi deyil, bu sizin ləyaqətinizin itkisidir. Bu, nəvənizlə ağrısız bir şam yeməyi yiyə bilmək azadlığının itkisidir. Bu, hər udqunanda qorxu hiss etməmək rahatlığının itkisidir. Onlar bu sadə həqiqəti sizə deməməklə, sizin sadəcə sağlamlığınızı deyil, həm də gələcəyinizi, müstəqilliyinizi və ailənizin rifahını əlinizdən alırlar. Sizə 2 yol təklif olunur. Birincisi, həmişə belə olub yolu, hansı ki, birbaşa xəstəxana çarpayısına aparır. İkincisi isə bilik, şuurlu seçim və öz həyatının idarəsini ələ almaq yoludur. Bu yol, bir fincan çayı soyutmaq kimi sadə bir hərəkətlə başlayır. Bu, sizin xəstəliyinizdən qazanc güdən sistemə qarşı bir üsyan aktıdır.
Rəylərdə yazın, sizə bu həqiqəti öyrətdikdən sonra sabah səhər çayınızı neçə dəqiqə soyudacaqsınız? Konkret olun. Bu mühazirə aysbergin sadəcə görünən tərəfidir. Qidalanmanız, həyat tərziniz və qəbul etdiyiniz dərmanlar haqqında onlarla belə gizli həqiqət var. Əgər passiv xəstə olmaqdan çıxıb öz sağlamlığınızın memarı olmağa hazırsınızsa, növbəti addım fərdi strategiyadır. Videonun altındakı link pulsuz konsultasiyaya aparır. Yerlər məhdud ikən qeydiyyatdan keçin. Bu şansı qaçırmayın, çünki bilik sizin ən güclü dərmanınızdır.